kişini kişi eləyən qadındır. Qadın dünyadır. Qadın hər şeydir, hər şey, hər şey. Qadın böyük qüvvədir. Qadın anadır. Qadın bacıdır. Qadın dünyadır. Qadını Allah Teala kişinin qabırğasından yaradı. Deməli o qabırğa o kişinin özündən daha dəyərliymişmiş. Çünki dünyanın ən böyük xaqanları, sultanları, qadının müqabilində o gəlib o nöqtəyə çatırlar. Şeyx Şamilin misalında deyir ki, necə oldu sən belə böyük oldun? Deyir, vallahi evə girirdim, həyat yoldaşım dururdu ayağa, sonra uşaqlar durdu, sonra qonşu belə-belə. Bir də gördüm ki, mən gəlirəm, bütün millət durur ayağa. Qadın. Kişini kişi eləyən qadındır. Bir